Enerji içkiləri böyüklər üçün nəzərdə tutulan stimullaşdırıcı tərkibli içkilərdir. Amma bu məhsulların uşaqlar tərəfindən istifadəsi onların orqanizmi üçün daha zərərlidir. İnkişafda olan bədən, xüsusən də həzm orqanları bu maddələri emal edə bilmir. Nəticədə uşaqlarda diqqət, yuxu rejiminin pozulması və davranışda dəyişiklik müşahidə olunur. İlk növbədə sinir sisteminə, qan damar sisteminə, mədə-bağırsaq sisteminə mənfi ziyanları vardır. Çünki enerji içkinin tərkibində olan ingrediyentlər uşaq və yeniyetmələrin orqanizmləri üçün qəbul olunacaq ingrediyentlər deyil. Uşaqlar enerji içkiləri istifadə etdikdə dadının yaxşı olması, susuzluqlarını yatırmalarına görə, eyni zamanda əlavə enerji əmələ gəlmələrinə görə daha çox istifadə etməyə can atırlar, şirinliklənirlər. Amma istifadə etdikləri zamanı tərkibində olan ingrediyentlər təsiri nəticəsində yuxu problemlərinin yaranması, davranışlarında əsəbilik, aqressiv davranmalar, bəzən depressiya, diqqətsizlik, fiziki aktivliyin azalması, oxumağa meyilliyin azalması, yaddaşın zəifləməsi, ürək qandamar sistemi tərəfindən ürək döyüntüləri sayının artması, gələcəkdə təzyiqin yüksəlməsinə, mədə-bağırsaq sistemi tərəfindən ürək bulanma, hətta qusma hallarının olmasına, yorğunçuluq hallarının olması kimi şikayətlərə gətirib çıxarmış olur. Digər bir təhlükəli vərdiş isə siqaretdir. Uşaq özü siqaret çəkməsə də ətrafdakı tüstü onu pasiv şəkildə zəhərləyir. Zərərli maddələr tənəffüs orqanlarını zədələyir, allergiya və digər xroniki problemlərə zəmin yaradır. Siqaret çəkmək təkcə insanın özünə deyil, həmçinin ətrafındakı insanlara da zərər verir. Buna təbii ki, uşaqlar da aiddir və ümumiyyətlə siqaret dumanı özü bir hava kirləticisidir və aparılan araşdırmalarda bu dumanın tərkibində 4000-ə yaxın kimyasal maddə aşkarlanmış və bunun 43-ü hətta kanserogen olduğu aşkarlanmışdır. Xüsusilə hamiləlik dönəmində anaların siqaret çəkməsi çox ciddi uşaqlarda doğumsal patologiya, ən çox da görülən yarıq damaq, dodaq adlı patologiyalar səbəb olur. Həmçinin aparılan araşdırmalar göstərir ki, hamiləlik dönəmində siqaret çəkən ananın uşaqlarında 1 ay ilə 1 yaş arası ani uşaq ölümü riski görülməkdədir. Mütəxəssislər hesab edir ki, azyaşlıların zərərli vərdişlərdən qorunması üçün onlara nəzarət gücləndirilməli, eyni zamanda maarifləndirmə tədbirləri genişləndirilməlidir.